Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin. Bismillahirrahmanirrahim. Ve lillahi alen nasi haccul beyti men istata'a ileyhi sabila. Sadaqallahul aliyyul azim. Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Məlum olduğu kimi artıq biz neçə verilişdir ki, həcc ibadətinin şərtləri barəsində danışırıq. Məlum oldu ki, həccin vacib olması üçün neçə şərt vardır. Onlardan biri də və daha doğrusu ən mühümü deyə bilərik. Qüdrətdir, şəri imkandır. Və digər şərtlərə nisbət bu şərt özünə məxsus yer tutmuşdur bizim əhkam bölməsində, həcc şərtlərinin arasında. Və bildiyiniz kimi artıq biz neçə söhbətdir ki, bunun təfərrüatı barəsində sizə məsələləri təqdim edirik. Və dedik ki, bu qüdrət özü neçə cürdür? Buna terminoloji baxımdan istitaət deyilir. İstitaət neçə cürdür? Biri mali baxımdan, yəni maddi imkanı olmalıdır həccə getmək üçün. Onlardan biri bədən baxımından olan imkandır, yəni bunun fiziki qüdrəti olmalıdır həccə getmək üçün. Üçüncüsü, yol baxımından imkanı olmalıdır. Bunu da biz iki cür məna edə bilərik. Yəni, əvvəla yol açıq olmalıdır. Yəni, belə deyək ki, hal-hazırda Ərəbistan ölkəsinə getmək üçün heç bir maneə olmamalıdır. Və həmçinin bunu əlavə edə bilərik ki, burada və əlavə də edirlər. Yəni, yolda bunun üçün təhlükə olmamalıdır. Ola bilsin elə bir zamandır ki, bu keçmiş zamanlarda daha çox qarşıya gəlir, amma bugünkü günlərdə də biz bunu nəzərə ala bilərik. Ola bilsin, hal-hazırda maşınla gedirlər bir qrup karvanlar, müəyyən ölkələrdən keçməlidirlər. Hal-hazırda ola bilsin o ölkələrdə, hal-hazırda və ya müəyyən bir zamanda o ölkələrdə təhlükə var. Bunun canına, malına təhlükə hiss olunur. Artıq belə olarsa, bu yol baxımından qüdrətsizdir Məkkəyə getmək üçün, həccə getmək üçün. Ona görə bu müstəti sayılmır, qüdrətli sayılmır, həcc buna vacib olmur. Nəhayətdə dördüncüsü, zaman baxımından bunun qüdrəti olmalıdır. Yəni, bu imkanı olduqdan sonra zaman baxımından da buna imkan olmalıdır ki, gedib o müddətdə həcci ziyarət edib gələ bilsin, həcc əməllərini yerinə yetirə bilsin. İnşallah bu zaman barəsində bəlkə də elə bu verilişimizdə biz danışdıq, olmasa inşallah gələn verilişimizdə. Biz mali baxımından olan qüdrətin barəsində təfsilatlı şəkildə danışdıq, yetişdik fiziki baxımdan olan qüdrətə. Fiziki baxımdan olan qüdrət də deyəndə biz xəstələri də nəzərdə ala bilərik burada. Ola bilsin bir sıraları xəstə deyildir, lakin qocalıq baxımından eləyə bilmirlər, qüdrətlərində yoxdur getsinlər Məkkəyə, getsinlər həcc ziyarətinə. Hər halda, əgər bir şəxsin fiziki baxımdan istər xəstə olsun, istər qoca olsun gedə bilməsin, belə olarsa, artıq həcc buna vacib olmayacaqdır. Amma nə etməlidir bu? Bu şəxs ki, fiziki baxımdan qüdrəti yoxdur, həcc yerinə yetirsin, həcc bunun boynundan bir dəfəlik saqit olurmu? Bir dəfəlik düşürmü? Yoxsa xeyr, bu gedib naib tutmalıdır özü üçün. Burada bir məsələ vardır. Yəni, həccdən başqa bütün ibadətlərdə mübaşirət şərtdir. Yəni, birbaşa insan özü onu yerinə yetirməlidir. Misal üçün, namaz. Əgər bir şəxs namazı qıla bilmirsə, ayaq üstə oturmalıdır. Oturan üstə qıla bilmirsə, uzanmalıdır. Müxtəlif formalarda. Yəni, hətta bir nəfər boğulur, ona xas
Yəni bir anda boğulacaqdır, namazı əldən verəcəkdir. Onun da özünə məxsus namazı vardır ki, birbaşa özü bunu görməlidir, özü bu işi etməlidir. Və ya orucu götürək. Oruc belə deyil ki, bu diri ola-ola, həyatda ola-ola başqası onun orucunu tutsun. Hətta bu oruc tuta bilməsə də belə. Oruc boynundan düşəcəkdir, əgər oruc tuta bilmirsə. Başqası bunun yerinə oruc tuta bilməz. Həccdə də əslində bu cürdür. Yəni, həccdə də eləyə bilməz başqasını naib tutsun, başqasını vəkil tutsun, öz tərəfindən başqasını əcir tutsun. Nə qədər ki, qüdrəti var. Amma burada digər ibadətlərdən fərqlisi budur ki, əgər bu şəxs birbaşa özü bunu yerinə yetirə bilmirsə, bu vurduğum misallarda, yəni bədəni qüdrəti olmadığı baxımından, fiziki qüdrəti olmadığı baxımından burada bəli, bəzi yerlərdə vacibdir naib tutsun. Artıq bu digər ibadətlərdə yoxdur. Namazda belə deyil, orucda belə deyil. Amma həccin özünə məxsus olan bu məsələsidir. Ki, yəni bir nəfər əgər nə qədər ki həyatdadır, amma fiziki baxımından, bədən baxımından qüdrəti yoxdur, onda bəzən vacib olur naib tutsun, baxmayaraq ki, hələ həyatdadır. Amma bunun şərti nədir? Gərək burada bir miqdar təfsilatla söhbət edək. Bu budur ki, bir dəfə biz təsəvvür edirik ki, bunun boynuna həcc qabaqcadan gəlib. Yəni, ötən illərdə imkanı var idi, bədəni də imkan verirdi, malı da var idi, yol da açıq idi, zaman da buna imkan yaradırdı. Lakin səhlənkarlıq edib həccə getmədi. İnşallah bunun barəsində biz danışacağıq və demişik də bəzi verilişlərimizdə həcc bunun boynuna gəlir. Gələn illərdə nəyin bahasına olursa olsun ki, əlbəttə şəri nöqtələri riayət etməklə vacibdir həcci yerinə yetirsin. Əgər əql baxımından həccə qüdrəti varsa, vacibdir həcci yerinə yetirsin. Amma indi bu şəxs gəldi bizim bu dediyimiz məsələdə. Hər bir işi vardır, həcc qabaqcadan boynuna gəlib. Bir, ikinci, növbəti ildir. Malı varıdır, zaman imkan yaradır buna, yol da açıqdır, lakin bədən istitaəti, fiziki qüdrəti yoxdur. Burada buyururlar, bir şərtli edə bilər naib tutsun. Ona vaxtdır, əgər ümidi olmaya ki, sonradan özü sağalacaqdır və fiziki baxımdan həcci yerinə yetirməyə qüdrəti olacaqdır. Əgər belə olarsa, yəni bunun ümidi kəsilərsə, adətən Allah eləməsin, bu ağır xəstələrdə, yəni artıq bunun xəstəliyi çətinliyə tərəf gedir, ölmə tərəf gedir. Bu insanlarda bu qarşıya gələ bilər. Və ya qocalarda bu çox təsəvvür oluna bilər. Qocalar ki, tədricən yəni qocalır, onun fiziki qüdrəti əlindən gedir. Bu onlarda təsəvvür oluna bilir. Ümidi kəsilərsə ki, gələcəkdə özü birbaşa, buna deyirlər mübaşirət, yəni birbaşa özü yerinə yetirə bilməyəcəksə, buyururlar, burada bu şəxsə vacibdir, naib tutsun, göndərsin həccə. İkinci fərzimiz budur ki, bu şəxsə xeyr, qabaqcadan həcc müstəqər olmayıb, həcc bunun boynuna gəlməyib, qabaqcadan imkanı yox idi. Amma bu illəri 4 istitaət şərtinin 3'ü hasildir, biri hasil deyil. Yəni malı varıdır, yol açıqdır, zaman imkan verir, lakin qüdrət imkan vermir. Fiziki qüdrəti imkan vermir. Yadımızda saxlayaq ki, qabaqcadan da fərzimiz budur, bunun boynuna həcc gəlməyib. Burada bunun vəzifəsi nədir? Bu da naib tutmalıdırmı? Buyururlar, məşhur nəzər burada. Budur ki, yəni müctəhidlərin əksəriyyətinin nəzəri budur ki, fətvası budur ki, bəli, bu şəxs də naib tutmalıdır. Elə qabaqda dediyimiz şəxs kimi. Yəni o şəxs kimi ki, qabaqcadan onun boynuna həcc gəlmişdi, bu da onunla fərq etmir. Baxmayaraq ki, qabaqcadan buna həcc vacib olmayıb, bu da əgər ümidi olmazsa ki, sonradan özü birbaşa eləyə bilər, həcc yerinə yetirsin, ümidi kəsilərsə, bəli, bu eləyə bilər və vacibdir hətta, getsin, naib tutsun və həccini naibin vasitəsilə yerinə yetirsin. Baxmayaraq ki, burada, elə ki biz dedik məşhur nəzər budur, təbii ki, bunun müqabilində bir sıra nəzərlər, fətvalarda vardır ki, bu ikinci hissədə vacib bilmirlər. Ona görə mən həmişə verilişlərimizdə bunu tövsiyə edirəm. İxtilaflı nəzər olan yerlərdə bizim vəzifəmiz öz
mərci təqlidimizin fətvasına əməl etməkdir. Təbii ki, ona sual etmək lazımdır. Onun həcc barəsində olan fətvalarına müraciət edib öz məsələmizi ələ gətirməliyik. Bismillahirrahmanirrahim. Ləbbeyk la şərikə ləkə ləbbeyk. İnnəl həmdə və ni'mətə ləkə vəl mulk. La şərikə ləkə ləbbeyk. Ləbbeyk la şərikə ləkə ləbbeyk. İnnəl həmdə və ni'mətə ləkə vəl mulk. La şərikə ləkə ləbbeyk. İndi burada yeni bir məsələ bundan ibarətdir. Elə bu məsələnin barəsində. İndi bu şəxs istər qabaqcadan bunun boynuna həcc gəlib, ya qabaqcadan boynuna həcc gəlməyib, bu illəri gəlib boynuna, lakin qüdrəti yoxdur, fiziki baxımdan ümrüdə yoxdur, sonradan həcc etsin, naib tutdu göndərdi. Naib tutdu göndərdi. Əgər bunun üzürü, burada neçə surət var, neçə fərz var. Əgər bunun üzrü davam etdi, ölənə qədər, heç bir şübhəsi yoxdur ki, naibin həcci bunun həccin boynundan götürür. Yəni, naib ki, bunun tərəfindən həcc yerinə yetirib, bunun boynundan həcc götürülür. Artıq vərəsəyə vacib deyil ki, sonradan bunun üçün həcc yerinə yetirsinlər. Burada söhbətimiz yoxdur. Söhbətimiz oradadır ki, bu şəxs sonradan sağalır. Söhbəti gərək biz bura gətirək. Bu şəxs sağalır, nə vaxt sağalır? Bir fərz budur ki, naib hələ həcci yerinə yetirir, həcci tamam etmədən bu şəxs artıq sağalır və eləyə bilər, yesin həcci yerinə yetirsin, digər şərtlər də yerindədir, zaman da imkan verir. Burada da müctəhidlər yeşilliklə buyururlar ki, naibin həcci kifayət etmir. Vacibdir buna mübaşirətən getsin həcci yerinə yetirsin, ya da gələn il getsin həcci yerinə yetirsin. Əgər vaxt yoxdursa, gələn il getsin həcci yerinə yetirsin. Bəs iki yerdə ixtilaf yoxdur. Əgər ölənə qədər üzür bununladırsa, xəstəliyi sağalmayıbsa, qüdrəti yoxdursa, naibin həcci bunun tərəfindən səhihdir, buna söhbət yoxdur. Əgər naib həcci yerinə yetirərkən o halda bu şəxs sağaldı evində. Naibin həcci kifayət etmir, vacibdir sonradan və ya vaxt varsa həmin ildə bu şəxs özü həccini yerinə yetirsin. Bu barədə də söhbət yoxdur, ixtilaf yoxdur. İxtilaf buradadır, bir miqdar əlbəttə ixtilaf, məşhur nəzərdə çatdıracağım xidmətinizə və diqqətinizə. Naib həcci qurtarıb, gəlib evə misal üçün, bu şəxs ya bu il, ya gələn il, yəni ölümündən qabaq qüdrət tapır. Fiziki baxımdan, bədən baxımından eləyə bilir Məkkəyə getsin. Burada aya naibin həcci bunun həccini əvəz edir, etmir. Bunun boynundan həcci götürür, götürmür. Məşhur nəzəri burada budur ki, xeyr, kifayət etmir. Vacibdir özü getsin, sonradan həcc yerinə yetirsin. Əlbəttə, eyni zamanda bir sıra müctəhidlərimiz, bir sıra mərci təqlidlərimiz buyururlar ki, burada da artıq vacib deyil və kifayət edir. Onun üçün Həccətül İslamdan artıq vərəsələr vacib deyil. Amma eyni zamanda məşhur nəzər onun kifayət etməməsidir. Yəni Həccətül İslamın onun boynundan düşməməsidir. Yəni başqa sözlə desək, belə ki, vacibdir özü sonradan onu yerinə yetirsin. Əgər yerinə yetirməzsə, sonradan vərəsələrə vacib olacaqdır. Bu təqribən demək olar ki, bədəni baxımdan istitaət və qüdrətin barəsində olan məsələlərin sonu idi. Amma eyni zamanda bir sıra məsələləri biz ümumiyyətlə bu şərtləri qurtardıqdan sonra bir sıra məsələləri diqqətinizə çatdıracağıq ki, burada ola bilsin onların hər biri bu dediyimiz şərtlərlə də uyğun və bunlara əlaqəsi olsun. Üçüncü şərt, həccin vacib olmasının barəsində dedik ki, yolun açıq olmasıdır və yolun təhlükəsiz olmasıdır. Bunun barəsində çoxlu təfərrüatlı məsələlər yoxdur, təfsilatlı məsələlər yoxdur. Olsa da elə də yəni praktiki baxımdan, əməli baxımdan qarşıya nadir hallarda çıxır. Elə buna görə də biz bunun üzərindən keçirik və bu qədər qeydimizə kifayət edirik.
Dördüncüsü zaman baxımından istitaətdir. Yəni bunu bu verilişimizdə dedi ki, zaman buna imkan verməlidir. Bu nə üçün bu şərt olunur? Baxın, bir dəfə budur ki, dedik 4 dənə istitaət var, 4 qüdrət var. Mal, bədən, zaman, yol. Bu illəri mənim həm pul əlimə gəlib, mal əlimə gəlib, həm fiziki baxımdan problem yoxdur, yol da açıqdır. Amma elə zaman bu istitaətlər, bu 3 qüdrət və ya onların hər biri və ya biri, misal üçün pul çatmırdı pul, elə zaman ələ gəlib ki, misal üçün deyək, Zilhəccə ayının 6-sında, 7-sində, belə ki, artıq mən ya əqlən, ya ürfən, ya şərən, yəni ya əqli baxımdan qüdrətim yoxdur, həmin zamanda gedəm Məkkəyə, həcc yerinə yetirəm. Ya ürfü baxımdan qüdrətim yoxdur, gedəm, ya şəri baxımdan qüdrətim yoxdur, gedəm. Təqribən mən misallarla istəyirəm bunları açıqlayam. Təsəvvür edin, Zilhəccənin 8-ci günüdür. Artıq ən azı o vaxtdan mən həccdə olmalıyam ki, əməlləri yerinə yetirim. Mən mali baxımdan müstəti oldum, mal gəldi əlimə. Mən necə əqli baxımdan gedə bilərəm, həmin günü gedib həcc yerinə yetirə bilərəm. Əqli baxımdan kifayət etmir. Və ya mümkündür 2 gün, 3 gün ondan tez əlimə pul gəldi. Amma ürfü baxımdan, xalq arasında deyirlər, bunun imkanı yoxdur artıq getsin. Getmək üçün pasport hazırlamalıdır, viza almalıdır, müəyyən sənəd düzəltməlidir, müəyyən karvanlara müraciət etməlidir. Və ola bilsin karvanlar gedib, özü müstəqil şəkildə getməlidir, amma eyni zamanda ürfü baxımdan buna imkanı yoxdur. Amma ola bilsin ürfü baxımdan deyək imkanı var, lakin şəri baxımdan imkanı yoxdur. Bu necə ola bilər? Ola bilsin xalq bəzi yerlərdə desin, bəli, bugün axırıncı karvan qalıb, hələ axırıncı karvan getməyib və gedənlər də təyyarə ilə gedir, gedib çata biləcək ora. Amma eyni zamanda hərəcdir, çətindir. Gərək bunun üçün, misal üçün, tez viza vurdurmaq üçün getsin, müəyyən əlavə xərclər çəksin, müəyyən şəhərlərə getsin, paytaxtdan uzaqdadır, müəyyən yerlərə baş vurmaq lazımdır, xahiş etmək lazımdır, artıq bu dala qalıb, hər halda buna çox çətindir. Buna deyilir hərəc, məşəqqət. Belə olan baxımdan da artıq zaman baxımından bunun qüdrəti yoxdur, həcc bunun boynundan düşür. Bunun da səmərələri var. Yəni, əgər bu ildə ölərsə, sonradan vacib deyil vərəsələrinə. Baxmaya bunun tərəfindən həcc yerinə getirsinlər. Amma bir yerdə də bu zaman baxımından qüdrətin səmərəsi hasıl olur. Onu mən sonuncu məsələ kimi burada təkdə tərh edirəm. İnşallah bunun üzərində gələn verilişimizdə söhbət edəcəyik. O da bundan ibarətdir ki, bir şəxs misal üçün, bir şəxs buradan hər bir işin düzəldib və elə təsəvvür edir, zaman da buna imkan verir, durub gedir Məkkəyə və Məkkənin yolunda dünyadan gedir. Məkkənin yolunda dünyadan gedir. Və ya girib həcci yerinə yetirir, həccin əməllərinin arasında dünyadan gedir. Əgər biz desək ki, zaman şərtdir, ola bilsin bəzi yerlərdə bunun orada ölməsi bunu kəşf etsin, bunu ələ gətirsin ki, yəni həqiqətən bunun zaman baxımından imkanı yox imiş həcc yerinə yetirsin. Misal üçün, elə bir nümunəsinin hökmü ilə birlikdə deyim, sonra açıqlayaram. O da bundan ibarətdir ki, gedib həccin yolunda hələ ehram bağlanmamış, miqatların birində və ya heç miqata da getməyib, Mədinədə dünyadan getdi. Bu şəxsin əgər birinci il həccidirsə, onun vərəsələrinə sonradan vacib deyil həcc yerinə yetirsin. Nə üçün? Çünki baxmayaraq ki, bu elə təsəvvür edirdi ki, həcc buna vacib olub. Lakin həqiqətdə həcc buna vacib olmamışdır. Çünki istitaət şərtlərinin biri zamandır ki, zaman bunun üçün onun vacib olmasını imkan verməmişdir. İnşallah söhbətimizin davamını gələn verilişimizdə sizə təqdim edəcəyik.
Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın. Vassalamu aleykum və rahmetullahi və barakatuh. والنعمة لك